zaman çalışırıq ki, ağsaqqallarımızın, ağbirçəklərimizin, dəyərli ziyalılarımızın fikirlərinə, onların tövsiyələrinə sığınaq, gənclərimizi də buna doğru yönləndirək və bir dəyərli ziyalımız var bizim Hidayət müəllim. Çox hörmətli bir insandır və çox gözəl fikirləri var. Mən onun fikirlərini hər zaman dinləyəndə fikirləşirəm ki, kaş ki bizim Azərbaycan ailələrimiz bax belə ağsaqqalların dediyi dəyərli fikirləri özlərinə nəsihət kimi qəbul etsinlər. Fikirlərini gəlin birlikdə izləyək Hidayət müəllimin. En məsuliyyətsizliyi. Gec evlən, doğru evlən. Bir də gənclərimizin məsuliyyəti olmalıdır. Yəni, evi olmayan, işi olmayan oğlanın evlənmək haqqı, hüququ yoxdur. O adam lazım olan bütün şəraitləri qurmalıdır. Təbiətdə baxın, yaz vaxtı quşların cikiltisi nə vaxt çox olur. O artım dövrü başlayanda, göyərçində olsun, qara toyuğunda olsun, kəhliyində olsun. Gör onların erkəklərinin göstərdiyi fədakarlığı, yuva qurulmadan onlar yumurta qoymurlar. Əgər bu təminat yoxdursa, yalancı vədlərlə banklara kreditə girib toy eləyənlər, sonuç bəllidir bərbaşdan. Oğlanlar evlənir, qızlar gəlin gedir. Gəlin gedən yerdə gəlin öz yerini doğru təyin eləməlidir. O zaman o sevilər və baş tacı olar. Əgər o öz tələb və qanunlarla o ailəyə daxil olarsa, o ailənin törə qanunda olan nizamı pozular. Bu yaxşı sonuca aparmaz. Gəlin gedən evdə o evin yiyəsi, xanımı, qaynətəsidir, qaynənəsidir və yaxud da ki, evdəkilər onu qızı kimi qəbul etməlidir ki, o gəlin yerini doğru təyin edə bilsin. Azərbaycanda sayılıb seçilən ailələrin hamısında törə qanunları qüvvədədir və hərəkət edir. 1000 illərdir formalaşmış ailələr, ailə dəyərlərini yaşadan törə qanunları müqəddəsliyə gətirib çıxardıbsa, bu ənənələr davam edir. Əgər ədəblə, ərkanla, ailə, fundamentdən, öz soy kökünə söykənərək inkişaf eləyərsə, o ailə heç vaxt dağılmaz. Nə gözəl sözlərdir. Törə qanunlarına söykənərsə ailə, o ailə heç vaxt dağılmaz. Buyurun, Mirvan xanım. Çox gözəl sözlərdir. Bizim böyümüz, ağsaqqalımız belə deyəndə inanırsan adamda belə, nə bilim, baxırsan ki, doğru sözlər deyir ki, bəli, oğlan hazır olmalıdır. Mən çox istəyərdim ki, bizim dəyərli ziyalımız Hidayət müəllimin digər fikirlərini də birlikdə izləyək. Sevgi bir nağıldır. O nağıl şirin nağıldır. Ancaq ondan ali his ağıldır. Xəyanət cəmiyyətimizdə çox hallanır bu söz. Bu sözün hallanmanın qarşısı alınsa, xəyanət olmayacaq. Bir insan yarımçıqdırsa, onun şuuru yetişməyibsə, onun tutduğu əməl xəyanət deyil. Onun tutduğu əməl şuursuzluqdur. Dedikoduya meyillisənsə, bu sənin ruhun xəyanətdir. Sən artıq sağlam ruhlu deyilsən. Niyə hər zaman yaxşı mövzular arxasından getmirsən, yaxşı şeylər eşitmək istəmirsən? Sənə xoş gəlməyən mövzu sənə eşitirsənsə, eşitilməzliyə vur. Əgər onu təhəllə keçərsən, sən bunun özü xəyanətdir. Cismi canına xəyanətdir. Başqası haqqında uydurulmuş yalanlara dinləməyin özü xəyanətdir. Dostluğa xəyanətdir, vicdana xəyanətdir. Buradan başlayır. Ailə kişi-qadın münasibətində olan xəyanət isə bu xəyanət deyil. Bu sadəcə olaraq şuursuzluqdur. Əgər sən ailə ölçüsündəsənsə, ailə nə olduğunu, dəyərlərini bilirsənsə, o mövzu heç olmamalıdır. Əgər o varsa, artıq bu ailə deyil. Bu sadəcə olaraq heç bir qanuna, ya dövlət qanununa, ailə məcəllələrinə, törə qanunlarına uyğun olmayan bir yaşam tərzidir. Hər kəs ailədə öz yerini bilməlidir. Qadın sınmır, əyilir. Kişi sınır. Qadınlar güclüdür. Övlad üçün güclüdür. İsməti üçün güclüdür. Əgər o kişi xanımı dünyasını dəyişibsə, müəyyən bir dövrə qədər dözməlidir. Ancaq o sındığı üçün özünə bir nəfəs yoldaş axtarır. Ailənin də qalası valideyndir. Valideyn də ata,
yük atadadır. O məsuliyyətini dərk edərsə, o ailə heç vaxt dağılmaz. Hətta belə kasıb olsa dağılmaz. Hər zaman bizim Ali Baş Komandanımızın, başımızın tacı Fatih cənab prezidentimizin ekranda təcə geyim tərzinə baxsınlar. Onun ədəbli cümlələrindən örnək götürsünlər. Hidayət müəllim, təşəkkür edirəm sizə, dəyərli bizim ziyalımız. Biz hər zaman çalışırıq ki, əziz tamaşaçılarımız, xüsusilə Azərbaycan gənclərinə bax belə, bu cür bir Azərbaycan kişisinin, bir Azərbaycan qadınının simvolunu necə olmalıdırlar, onu təqdim etməyə